Gəlin 10-cu sinifdən 2-ci unitin vocabulary testlərinə baxaq. Deməli, birinci breakout başlamaq deməkdir. Nəyəsə qəflətən başlamaq. Well protect yaxşı himayə olunan, yaxşı qorunan. Target də hədəf deməkdir. Deməli, baxırıq indi sözlərə. Kept safe from danger or harm. Ziyandan və təhlükədən elə belə deyək, təhlükəsiz saxlanılan, uzaq saxlanılan belə deyək. Yəni yaxşı himayə olunan, bu oldu A bəndi. Result that you try to achieve deyir ki, sənin nəyisə nail olmağının nəticəsidir, yəni hədəfindir, B bəndi. Bir nəticədir, yəni sən çalışırsan ki, ona nail olasan, yəni sənin hədəfin. Start suddenly də startda breakout bilirik, sinonim kimi götürürük, C bəndi. Cavab C-A-B. C-A-B cavabı D bəndində var. 2-yə baxırıq. Deməli, burada rightful qanuni deməkdir. Stand up for dəstəkləmək, yəni support tərəfini tutmaq. Triumph də qələbə deməkdir. Victory ilə sinonimdir. A ilə veribdir. Victory, qələbə A bəndi. Rightful or rigor, bu da B bəndidir. Stand up for da support dəstəkləmək, müdafiə eləmək C bəndidir. Cavab B elədir, C bəndi. 3-cüyə baxırıq. Deməli, burada Pearl mirvaridir. Cradle beşikdir, uşağın beşiyi. Ensure də əmin etmək deməkdir. Baxırıq. Things that is very highly valued. Deyir ki, yəni yüksək dəyəri olan, yüksək qiymətləndirilən bir şey. Təbii ki, bu mirvari. Cradle, bax elə budur. Uşağın çarpayısı, bu da oldu B bəndi. Ensure də əmin etmək, make sure C bəndi. A, B, C. Artıq asan olduğu üçün bir də baxmadıq. 4-cüyə baxırıq. Remain qalmaq deməkdir. Kiss fire, ateşkəs. Intention da niyyət. What you plan to do, your aim. Yəni sənin planlaşdırdığın və məqsədin olan bir şey, yəni sənin niyyətin. Continue in the same state. Eyni vəziyyətdə qalmaq, davam eləmək, bu da remaindir. Enemies agree to stop fighting. Deyir, düşmənlər, hansı ki, yəni onlar mübarizə aparmağı, fighting, döyüşməyi dayandırıb razılaşırlar, yəni ateşkəs edirlər. Bu da C bəndi. Cavab oldu B, C, A. B-ca. Cavab oldu Y bəndi. Deməli, burada disclose, açıqlamaq, bildirmək, ifşa etmək. Withdrawal, çıxarma, çıxarış. Long for isə arzulamaq, istəmək deməkdir. Baxırıq. An act of moving something away. Bir şeyi, deməli, kənara hərəkət elətdirmə. Sonra bu oldu çıxarma, çıxarış. A bəndi, withdrawal. Giving somebody information about something. Bir kəsə bir şey haqqında məlumat verirsən, yəni onu ifşa edirsən, məlumat verirsən, açıqlama verirsən. Long for da istəmək, arzulamaq deməkdir. Bu da a strong desire, güclü istək, C bəndidir. Cavab oldu B, A, C. Badge da hardadır? B bəndindədir. Sonra davam edelim. Demək ki, regain yenidən qazanmaq, passion, arzu, istək, etiraz, claim də iddia etmək. Saying something is true, yəni bir şeyin düzgün olduğunu demək, yəni iddia eləmək. Get again something lost, itirilən bir şeyi yenidən qazanmaq, bu da yəni regaindir. Extreme interest in something, nəyəsə hədsiz bir marağın olması, bu da oldu passion. Deməli, bizə lazımdır C, B, A, elədir, B bəndi. Burada event hadisə tədbirdir, launch başlamaq, release də başa düşmək. Baxaq, start or set in motion, things that happens, baş verən bir şey, understand or become aware of, nədənsə xəbərdar olmaq. Deməli, release, bu olur release. Launch-da başlamaq olduğu üçün bu oldu starta görə A bəndi. Baş verən bir şeyə də hadisə tədbir deyilir. O da oldu B bəndi. Deməli, B, A, C. B, A, C oldu D bəndində. Deməli, ancestor əcdad, scream qışqırmaq, heroism qəhrəmanlıq deməkdir. Give a loud high shout, yəni baxın yüksək və uca bir qışqırıq, yəni bu scream A bəndi. Very great courage, çox böyük bir cəsarət, buna qəhrəmanlıq deyirik. Person in your family who lived a long time ago, sənin ailəndə uzun müddət əvvəl yaşayan bir şəxsə də əcdad deyirik, burada olur C bəndi. Cavab eləyir C, A, B oldu C bəndi.
9-cu testə baxırıq. Significant elə important, vacib, əhəmiyyətli deməkdir. Resettle yenidən məskunlaşmaq, deny də inkar eləmək. Say that something is not true, demək ki, bir şey doğru deyil. Yəni inkar edirsən onu. Help people go and live in a new area. İnsanlara yeni bir ərazidə yaşamağa və getməyə kömək etmək. Bu da olur C bəndi. Demək, burada oldu A, C, B və C bəndi. Give up, imtina etmək. Long awaited, uzun müddət, yəni gözləyən, gözlənilmiş. The armed forces də silahlı qüvvələr deməkdir. Stop trying to do something, nəyisə etməyi, yəni etməyə, cəhd eləməyi dayandırmaq. Yəni give up, imtina eləmək. Expected for a long time, uzun müddət gözlənən, B bəndi. Country's Army Air Force, ölkənin ordu və hava qüvvəsi, Air Force hava qüvvəsi, bu da olur silahlı qüvvələr C bəndi. Cavab olur A, B, C, oldu B bəndi. Keçirik 11-ə. Demək, supplement, immense, uçsuz bucaqsız, bravely, deməli cəsurcasına, supplement də əlavə olaraq, əlavə deməkdir. Supplement. Baxın, burada added. Add əlavə eləmək. Elə ondan yadda saxlayırsınız. C bəndi immense, extremely large or great, hədsiz dərəcədə böyük və əla olan, uçsuz bucaqsız B bəndi. Bravely də courage, cəsarətdən yadda saxlayın A bəndi. Cavab oldu C, B, A bəndi. C, B, A. Bu da oldu C bəndində. Justice, ədalət, eternal, əbədi, sociable, sosial deməkdir. Liking to be with a talk other people, digər insanlarla olmaqdan və söhbət eləməkdən zövq alan, yəni sosial. Lasting or existing forever, əbədi mövcud olan və davam edən, yəni C bəndi, eternal. The quality of being fair, ədalətli olmaq keyfiyyətinə də justice, ədalət deyilir. Cavab B-ca, o da oldu B bəndi. Demək, burada able-bodied, sağlam, run for, davam etmək, mövcudluğa, amputate də amputasiya etməkdir. Baxın, having a healthy and strong body, sağlam və güclü bədənə sahib olmaq, bu sağlamdır, able-bodied. Extend or continue, bu oldu run for. Bu da ki, yəni cərrahi bir əməliyyatla kəsilmək, bu da amputasiya olmaq B bəndi. Deməli, cavab C, A, B, o da oldu A bəndidir, səhv etmirəmsə. Baxırıq 14. Measles, qızılca. Cheat, hiylə gəlmək, kələk gəlmək, yalan danışmaq. Take a nap-də mürgüləməkdir. Sleep for a short time. Bax, bu nə? Take a nap-də. Trick or deceive somebody. Deceive, trick, cheat. Bunlar sinonimdir. Mislead də ola bilər. Infectious disease causing red spots, qırmızı xallara, ləkələrə səbəb olan infeksiyon xəstəliyə də qızılca deyilir, C bəndi. Cavab C-ba, o da oldu D bəndində. 15-ə baxırıq. Deməli, burada clarity, aydınlıq deməkdir. Bax, clear and easy, being clear, aydın olmaq, aydınlanmaq, C bəndi. Bulb, lampa deməkdir, elektrik lampası, B bəndi. Laundry də çamaşırxana, yəni paltarların yuyulduğu yer, A bəndi. Cavab olur C, B, A. Oldu B bəndi. Eventually, nihayət, sonda deməkdir. At the end of a period of time, zaman periodunun sonunda, elə bu A olar. Sonra extremely, sonsuz. Bax, budur. A very high degree, oldu B bəndi. Something that damage person's reputation, yəni bir şəxsin ad sanına ziyan verən bir şey. Buna nə deyirik biz? Buna deyirik biz ləkə, stain ləkə. Bu da oldu C. A, C, B hardadır? Cavab C bəndindədir. 17 ilə davam edirik. Exhausted, əldən düşmüş, yorğun, very tired. A bəndi. Victorious, victory, yəni qalib. B bəndi. Initial, ilkin. Bu da C bəndi. Cavab A, B, C. A, B, C hardadır? B bəndindədir. Valuable, dəyərli, defend, müdafiə eləmək, reputation da ad-san, hörmət deməkdir. Baxırıq sözlərimizə. Protect against attack, hücum əleyhinə himayə eləmək, yəni müdafiə eləmək. Deməli, having, worth or merit, dəyəri olmaq, yəni dəyərli B bəndi, reputation da qaldı C bəndi. Cavab B, A, C, Bac A bəndindədir. Demək, birinci sözümüz ally, müttəfiq deməkdir. Clarify, aydınlaşdırmaq, resume-da qaldığı yerdən davam eləmək. Make something clearer. Baxın, bu elə aydınlaşdırmaq, clarify, A bəndi. Start again after a pause. Pauzadan sonra yenidən başlamaq, bu resume-dur. A person who cooperates with another. Bu da C bəndi, müttəfiq. C, A, B oldu, C bəndi. Deməli, baxırıq, faktor, həvəskar.
Inventive də, yəni belə deyək də, yəni yeni şeylər yaratmaq qabiliyyətinə malik olmaq. Having the ability to create new things, yəni yeni şeyləri yaratmaq qabiliyyətinə malik olma. Bu oldu B bəndi. Nəyisə həzz üçün eləyirsən, bunu olursan həvəskar və nəyəsə təsir eləyən və nəyəsə səbəb olan şeylərə də deyirik faktorlar A bəndi. Cavab A, C, B. A, C, B də Y bəndindədir. Bir də orada mən bayaq atəşkəs sözünü ceasefire oxumuşum, amma ceasefire şəklində oxunur.